Dünyada bir şey əsas çatışmır, o da sevgidir. Sevgiden çok danışılır, sevgi şuarları çok verilir, filmlerde sevgi dastanları çoxdur. En çok çatışmayan şey sevgidir. Məhəbbət kömək edir ki, hər bir çətinlik ləzzətə çevrilsin. Əvvəla çətinliyə rahat dözürsən, sevgi ilə yaşayanda. Çünki insanlar sevgi ətrafında toplaşır və sevgi ayaq ağrısını unutturur, çətinlikləri asanlaşdırır, sevgi acılıqları əridir. Həyatın təbii çətinliklərini asanlaşdırır, zövqə çevirir. Ancaq şadlığı yadındadır, xoşluğu yadındadır. Heç bir dənə acı xatirən qalır, düzdür, qıraqdan çətin görünür. Amma eşqin vadisinə ki daxil olursan, eşqin qoxusu gəlir, eşqin ətri yayılır, çətinliklər asanlaşır. Sevgi həyatı asanlaşdırır. Ən çətin acı hökmü, ən acı hökmü sənin sevdiyin adamın dilindən çıxanda olur bal. Sevdiyiniz bir adam, hətta bir qız, xanım deyə ki, mən falan şey istəyirəm. Vəssalam, qışa baxmayacaqsınız, yaya baxmayacaqsınız, çətindir, asandır. Olacaq bala çevriləcək sizin üçün o. Amma qonşunun, məsələn, ad gün ola, ata deyək ki, gedirən qonşu üçün falan şey, zariya adamdır ki, mənim işim var falan var. Və nə oldu, indi işin yoxdur. Niyə görə sevdiğin adı gələn kimi iş yaddan çıxır. Sevdiğin adı gələn kimi görürsən saatlarla növbədə dayanmağa hazırsan, bütün dükanları gəzməyə hazır. Demirsən ki, əşk yoruldumu, zövq verirsən. Çünki sevgi adı gəlib ortaya. Sevgi çətinliyi asanlaşdırır. Niyə üçün uf eləmir? Çünki sevgisi var bu işə. Sevgi çətinliyi asanlaşdırır. Biri var, müdür sənə tapşırıq verir, get filan işləri gör. Deyərsən, görməyən maaşa görə eləməliyəm. Amma bir de var sevdiğin adam, ondan qat-qat ağır sözdüsünüz. Onu deyən kimi nuş olur sana üçün. Deyirsən, tək ki, tərpət dodağı, mənə bir şey buyur. Dünyanı doğrudan da sevgi, məhəbbət xilas edəcək şair sözü deyil. Şuar deyil. Şuar deyil. Allah qismət eləsin dünyanın o günü görək ki, necə sevgi dünyanı xilas edir. Dünyanın alternativi yoxdur başqa. Dünyanı bəli, sevgi xilas edəcək. Sevgili insanlar, sevilen insanlar, sevməyi bacaran insanlar, sevgi ilə yaşamaqdan zövq alan insanlar, bunlar nə qədər çox olsa bir o qədər dünyamız abad. Özümüzdən başlayaq. Sevgi süzülsün, sevgi paylayaq insanlara, vücudumuzda sevgi hiss olunsun. İnsanlar arasında sevgi ilə münasibət qurulsun. Sevgini dadan adamlara yaşamaq rahatdır. O eşq vadisində yaşayan insanlar xoşbəxt insanlardır, zövqlü insanlardır. Onların aldığı ləzzətdən 1%-ni biz ala bilmirik. Biz elə bilirik ki, yox, ora getməyək, ora çətindir, güya ki, keyf eləyəcək. Əksinə keyfdən məhrum edirik özümüz. Güya burada biz ora gedəmlər, ora çətindir, amma ondan böyük çətinliklərə düşürük. Onlar üçün çətin heç nə yoxdur. Onlar keyfdədir, asandır onlar üçün hər şey. Biz çətinlikdən qaçıb keyf axtarıb daha böyük çətinliyə özümüzü salırıq. Aza qanı olmaqla, yox, mən onu eləyəm, o qəliz adamlardır, nə filan, qəliz deyirlər, onlar ən sadə adamlardır, ən rahat adamlardır, ən xoşbəxt insanlardır. Bəziləri deyir ki, nədən başda? Allah sevgisinə xeyli var da, deyir, başda cəmaata yaxşılıq eləməkdir. Allahla insan arasında hicab nədir? Egoda mən. Belə deyil. Nə qədər mən qalındısa Allahdan uzaqsan. Sən ki başqasına yaxşılıq elirsən, mən yoxdur axı burada. Başqası var. Başqası, yəni qeyri mən, məndən qeyrisi. Sən ona yaxşılıq eləyəcək, bu mən divarı laxlayır. Görürsünüz? Laxlayır. İrfanın yolu ona görə deyirlər ki, get cəmaatın içinə. Çünki cəmaata xidmət o mən divarını laxladır, irfan hasıl olur. Çünki hicab çəkilir, başlasan Allahı görməyə. Ona görə qəribədir. Xidmətdə Allahla görüş var. İnsanlara xidmətdə, insanlara yaxşılıqda, insanlara yaxşılıq eləməklə, xidmət eləməklə təmənnasız, cəmaata sevgi artdıqca Allah eşqi artır. Başqalarına xidmət elədikcə mən hissi insanda zəifləyir. Bu mən hissi başımıza da bəlalar qalmayıb açmaya, hələ ondan imtina eləmək istəmirik. Çalış egoya zidd olan işlər gör. Egoya, mənəmçiliyyə zidd olan işlər. Cəmaatı sevdikcə Allaha sevgi də artır. O sevgi insanda o mən hissini əridir və başlayır insan başqalarına və Allaha qarşı sevgisi artır.